Elman müəllim, növbəti sualımı təbii ki, sizi ünvanlayacağım. Ümumiyyətlə, belə də ki, Mirzoyanın Aşpana sessiyasında söylediyi kimi ki, Ermənistanın belə də ki, gələcəyi Azərbaycanla əməkdaşlıqdan keçir. Bax, bütün bunların fonunda Ermənistan xarici siyasətində bir dəyişikliklər etməyə başlayır, yoxsa bu da bir manevrdir? Necə düşünürsünüz? Ermənistanın xarici siyasətində dəyişiklik var və onların üzləşdiyi situasiyanın diktəsi altında baş verir. Bu, həmin Ermənistandır ki, və həmin Ermənistan rəhbəri Paşinyandır ki, 2019-cu reallığında deyirdi ki, Qarabağ Ermənistandır və nöqtə. Lakin məğlubiyyətdən sonra, Vətən müharibəsində biz tarixi zəfər imza atdıqdan, sonra isə ərazi bütövlüyümüzlə yanaşı suverenliyimizlə tam və qəti təmin etdikdən sonra yeni şərait, yeni situasiya və eyni zamanda hörmətli Sahib mənim də qeyd etdiyi kimi Vaşinqton razılaşmaları, o razılaşmaların ilk növbədə bu sülh müqaviləsinin artıq paraflanması, yəni orada heç bir maddədə dəyişiklik olmayacaq. Yəni bütün bu reallıqlar fonunda Amerikanı qarant dövlət kimi çıxış edir. ABŞ prezidenti bu prosesdə çox yaxından iştirak edir və bütün dünyaya bəyan edir ki, o 8 müharibəni başa çatdırıb, onlardan biri də Ermənistan-Azərbaycan müharibəsidir və bütün bu söylədiyimiz reallıqda Ermənistan, bax, indiki davranışı xarici siyasətində belə köklü dəyişikliyi həyata keçirməyə həm məcburdur, həm də bu bir pragmatik siyasətdir. Bax, hər iki özünü deyirəm. Həm o situasiyanın diktəsi altında buna gedir, bizim tarixi zəfərimiz bu reallığı şərtləndirir. Həm də ki, bir düşünülmüş siyasətdir. Və Ermənistan rəhbərliyi fərqindədir ki, artıq 5-ci, 6-cı aydır ki, sülh şəraitini yaşayırlar və bu sülh şəraitini yaşamağın həm iqtisadi, siyasi dividendlərini artıq hiss edirlər. Və indi söylənilən bu fikirlər ki, bizim iqtisadi əlaqələrimizdə müəyyən addımlar atılıb və həm də bizim qeyri-hökumət təşkilatları nümayəndələrinin təmasları olub. Həm İrəvanda, həm Bakıda. Və belə söhbətlər var və mətbuatda da biz bunu eşidirik ki, istisna deyildi ki, digər qurumların analoji addımları olsun və sülh prosesinin öz məntiqindən irəli gələrək həm də Ermənistan-Azərbaycan dövləti və xalqları arasındakı etimad mühitinin formalaşması mənafeyinə xidmət göstərərək istisna deyildir ki, hansısa zaman kəsiyində bu sülh prosesində Azərbaycan və Ermənistan parlamentarları, deputatları bir yerdə müzakirələr keçirsin, qanunverici orqanların özü sülh prosesinə müəyyən töhfə versin. Bunlar da istisna edir, bunlar da baş verə bilər. Və nəticə etibarilə, bax, bütün bu söylədiklərimizin məntiqi nəticəsi olaraq Ararat Mirzəyan, Ermənistan Xarici İşlər Naziri, Aşparadakı çıxışında çox real bir vəziyyəti təsvir etdi və o qeyd elədi ki, biz əməkdaşlığı dəstəkləyirik. Biz istəyirik ki, kommunikasiyaların bərpası istiqamətində real addımlar atılsın. Biz artıq bu prosesə başlamışıq. Nəticələrini biz görürük, hiss edirik və həm də o, birisi biz artıq vərdiş vermişdik ki, Ermənistan əlinə bir beynəlxalq tribuna düşən kimi Azərbaycan təbliğat aparır. Ancaq nəzərə alsaq ki, Aşpadakı bu çıxışında isə o Azərbaycan və Türkiyənin adını çəkir. Bu iki dövlətin əməkdaşlığından danışır. Bu əməkdaşlığın sülh prosesinə verə biləcəyi töhfələrdən danışır. Həm də ki, maraqlı cəhət odur ki, o vasitəçilərsiz danışıqlar prosesindən bəhs edir. O söyləyir ki, Azərbaycan və Ermənistan yəni iki tərəf olaraq sülh prosesinə töhfə verməyin daha böyük potensialına malikdir. İki tərəfli danışıqlar daha məqbuldur, onun nəticələri olur. Yəni, bu kimi mövqeyi ortaya qoyub. Həm də bilirsiniz, bax, bu onun məlum bəyanatı fonunda Avropa İttifaqı Ermənistana müəyyən hərbi məqsədlər üçün də bir maliyyə dəstəyi ayırıb. Bunu da Avropa İttifaqından gəlib. Və bu Avropa İttifaqı, bu çıxış, Aşpadakı çıxış həm də ona ismarıcıdır ki, yəni bizimlə hərbi sahədə əməkdaşlıq etməklə siz Azərbaycanla və Türkiyə ilə bizim apardığımız sülh prosesinə, sülh gündəliyinə, yəni bu mane olmasın. Heç bir halda, çünki əvvəllər belə olurdu, Avropa İttifaqı Ermənistanla bağlı onun xeyrinə bir qətnamə qəbul edən kimi sülh prosesində növbəti əngəllər yaranıb. Ermənistan bunu gözəl bilir. Və bax, fikir verirsiniz, bir yandan Avropa İttifaqına məlum addımlar atılır, amma bir yandan da elə Avropa İttifaqına da mesaj verilir, elə Aşpanın özünə də mesaj verilir ki,
biz öz gələcəyimizi əməkdaşlıq fazasında görürük və ondan bəhrələnmək istəyirik. Vaşinqton razılaşmaları tarixi rol oynadı. Mən deyərdim ki, ikinci bir Vaşinqton razılaşmaları da var. 1 avqust ayının 8-də olmuşdu, ikincisi yanvar ayının 13-də oldu. Bunu da bilirsiniz ki, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanla ABŞ-ın dövlət katibi Marco Rubio Zəngəzur dəhlizi Trip marşrutu ilə bağlı bilirsiniz ki, bir çərçivə razılaşması əldə ediblər və bu onu göstərir ki, məhz sülh prosesinin məntiqi sonluğu olaraq həmin bu razılaşmalar nəticə etibarilə sülh prosesini daha da yaxınlaşdırır.